Görün nə gözəl gülləri var həyətimizin. Məncə yaraşdı. Heç bilmədim, ara taxdım, başlamışıq. Nəysə, gülləri qoyaq bir kənara, başlayaq videomuza. Hər birinizi salamlayıram dəyərli izləyicilərimiz. Yeni videomuzda xoş gördük. Çayınızı, kofenizi götürürsünüz və mənimlə birgə bu gözəl, möhtəşəm evi bərabər gəzirik. İstəyirəm ilk öncə yerləşməsindən başlayaq. Hər zaman olduğu kimi ev çox gözəl yerdə yerləşir. İlk öncə onu qeyd edim. Mərdəkanın ən gözəl restoranlarından biri Qəbələ Xanlar restoranının yaxınlığındadır. Əsas yoldan isə 50 metr məsafədədir. 7 sotun içində inşa edilib. Çox qəşəng, çox gözəl bir evdir dəyərli izləyicilərimiz. İndi isə keçək tanış olaq. Deyəsən gülümü taxa bildim. Çox qəşəng oldu. Hal-hazırda isə istəyirəm sizlərə 3 avtomobilinizi rahatlıqla saxlaya biləcəyiniz həyətin giriş hissəsini göstərin. Bu arada pultla açılan qapımız da var. Evi tam dövrələmək mümkündür təbii ki. Bu arada həyətin ümumi sanitar qovşağı da var. Mənim üçün həyət evlərinin əvəz olunmazı məsələ hovuzdur. Hovuz olmazsa mən o evi almıram yəni. Zarafat bir yana, hovuzumuzun uzunluğu 12, eni isə 6 metr, dərinliyi isə 1 metr 60 santimetrdir. Burada isə yay aylarında rahatlıqla stol stulunuzu yerləşdirib qonaqlarınızı qarşılaya biləcəyiniz söhbətgahı yerləşir və həmçinin yanında belə qəşəng bir manqalı da var. Bu arada əziz izləyicilərimiz, evin üzü təbii daşla üzlənilib. Çox qəşəng bir görüntüsü var. İndi isə gedək evin içi ilə də tanış olaq. Gəlirsiniz. Daxil olduq evin içinə. Hal-hazırda sizlərə dəhliz hissəni göstərmək istəyirik. Qızılı tonlarla bəzədilmiş bir dəhlizimiz var. Sol tərəfdə böyük bir şkafı var. Güzgülü şkafdır. Bu arada sağ tərəfdə həmçinin güzgülərlə bəzədilib. İndi isə keçək, giriş hissədə sol tərəfdə böyük bir 50 kvadratlıq qonaq otağı yerləşir. Döşəmə qranitdir və isti döşəmədir. Tam əşyalı şəkildədir. Çox qəşəng də rəng tonlarından istifadə olunub. Burada isə xanımlarımızın olmazsa olmazı mətbəxi yerləşir. Nə qəşəngdir, bu elin trend rəngindən istifadə olunub divarlarda, sarı rəng. Güzel. Hemen yanında birinci yataq otağı. Burada da yaşıl tonlardan, qəhvəyi tonlardan istifadə olunub. Bu arada yataq otaqları çox genişdir dəyərli izləyicilərimiz. Və ikinci yataq otağı. Bu yataq otağı da çox gözəldir. Ümumiyyətlə hər biri çox zövqlə dizayn olunub. Rəng tonları da möhtəşəmdir. Və bu arada divar kağızı deyil. Çox qəşəngdir. Burada da üçüncü yataq otağı. Evdə ümumi olaraq 4 yataq otağı var və bu yataq otağımızın özünün sanitar qovşağı da var. İndi isə otağın özünü çəkib göstərək. Çox qəşəngdir həqiqətən. Tam olaraq əşyalı və tam olaraq giryaşa vəziyyətindədir. Siz sadəcə çamadanınızı, əşyalarınızı yığırsınız, səyahətə gedərmiş kimi gəlirsiniz. Burada ən sevdiyim sizə, yəni ən sevdiyim sanitar qovşağı bu ola bilər. Çünki çox qəşəngdir, həqiqətən vannası da var. Və ən sevdiyim otağı sona saxlamışam. Bura çox qəşəngdir. Doğrudan da giriş hissədə sağda özünün sanitar qovşağı ilə bərabər növbəti və sonuncu yataq otağını təqdim edirik. Hal-hazırda özünün böyük bir dolabı var və həyət mənzərəsi var. Çox gözəldir. Videomuzun daha sonuna gəldik dəyərli izləyicilərimiz. Artıq sağollaşmaq vaxtıdır. Sağollaşmadan öncə qeyd etmək istəyirəm ki, evin qazı, suyu, işığı daimidir, sənədləri qaydasındadır və kupçası da var. Bu arada onu da qeyd edim ki, evin kanalizasiya xətti mərkəzi kanalizasiya xəttinə birləşdirilmiş haldadır. Yəni, ora qoşulmuş haldadır. Ev 7 sotun içində inşa edilib, ümumi sahəsi isə 200 kvadratdır. Gəlib görməyə dəyər, baxmağa dəyər və çox qəşəng bir yerdədir. Bu fürsət qaçmaz deyirəm. Əlaqə nömrələrimizi qeyd edirik, zəng edin, gəlin istədiyiniz zaman elə yerindəcə baxın.
Bu arada baxın demişkən növbəti videolarımıza da baxmaq istəyirsinizsə kanalımıza abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik. Qiymət, qiymət. Qiyməti deməmiş gedirdim yenə də. Qiymətimiz isə deyim də, qiyməti 540 min manatdır, amma endirimlərimiz olacaq. Hələlik.